Bakalım diqqətlə qarşıya. Başladı hərəkət. Aşağı sürətlə gedək. Neftçilər dairəsindəyik. Dakar dairəsi deyilir. Bax, bu ərazidəyik hal-hazırda səninlə. Dairə nişanı təşkilatlanılsın. Dairənin üstündə burada. Get, çıxma. Gəl. Dairədən sağa gedəcəyik biz. Sağını yandır. Biraz tez yanırdıq. Çünki buradan sağa dönmək yolu var. Gəl. Dairəyə daxil olacaq. Dairənin içərisində gözləmək lazımdır. Burada qəliz dairələrdən birisidir. Sürücülər səbirsizlik, tələskənlik edirlər. Qəza şəraiti yarana tələsmə. İndi baxaq dairənin içərisində imkanını sürəcəksən. İmkanın var, hal-hazırda sür, gedək. Gecikmə. Əhsən. Aferin sənə. Bax, insanlardan ehtiyatlı ol. Görsən, piyada keçidən keçməyə nə qədər insan var. Bax, yola görə necə çıxırlar. Ehtiyatlı olanlardan. Diqqətli ol. Bax, piyada keçdik, bir də hazırlaşır. Maksimum şəkildə. Bax, şəhərimizdə ən çox burada piyada keçisi olmayan yerdən keçirlər insanlar. Bir də inşaatçılar metrosu tərəf var. Bax, bir də orada. Ehtiyatlı ol. Çox artırma ona görə də sürətini. Aferin sənə. Bura 8-ci kilometr bazarıdır, sol tərəfdə. Davam edirik. Piyada keçisi var qarşımızda. Piyada keçisində piyada olsa yol verəcəksən. Özünü necə istəyirsən? Yaxşı. Yaxşı ol, təşə. Ehtiyatını saxla, bax o insanlardan, bu avtobusdan maksimum şəkildə azaldaq sürətimizdən, qırmızı işıqda. Maşallah səninlə bugün xeyli məsafə qət eləmişik. Bugünkü sürüşümüzdə təcrübə qatacaq inşallah. Çünki Bakı-Xonov arasında sürdük, Xalqlar dostu, Əhmədli tərəf, nə bilim, Neftçilər tərəf, əsasən bu hissələr biraz qarma-qarşı olan hissələrdə çox sürdüm. Və bu sürüşlər səndə yeni təcrübələr əmələ gətirəcək. Gələn dərslərdə və yaxud gələn sürüşlərdə özünü daha rahat hiss edəcəksən. Piyada keçisi var qabaqda, ehtiyatını saxla. Uğurlar olsun. Çəkiliş dayandırıram, amma dərsimiz davam edir.